Bugün sizə mən panik atak prosesinin mexanizmini izah eləmək istəyirəm. Yəni, necə baş verir ki, atak zamanı bizim ürək döyüntülərimiz bu qədər qalxır və biz bu qədər narahat olmağa başlayırıq. Burada belə bir şey baş verir. Birinci bunu qeyd edeyim ki, atakın olması üçün hansısa bir səbəbə ehtiyac yoxdur. Yəni, oturduğunuz yerdə, yatdığınız yerdə, səhər oyandığınız vaxtlarda atak tuta bilir insanı. Və bu zaman beynimizə bir siqnal gəlir, bir əmr gəlir ki, nəsə bir təhlükə baş verir. Və bu zaman bizim başlayır bədənsel əlamətlərimiz, yəni ürək döngülərimiz qalxır, bədən titrəməyə başlayır, həyecan işə düşməyə başlayır, qorxular işə düşür və beynimizdə belə deyim, yeni bir əmr gəlməyə başlayır. İkinci əmr, yəni birinci əmr odur ki, nəsə bir təhlükə var. İkinci əmr gəlir ki, qaçmalısan ya da ki, mübarizə aparmalısan. O an insan artıq ürək döngüləri qalxdığı üçün bir yer axtarır özünü. Hara getsin, nə eləsin, nə ilə məşğul olsun, yer ayağımızın altından getməyə başlayır və bu halda biz stres hormonumuz maksimum səviyyəyə qalxdığına görə elə bilirik nəsə baş verir. Artıq biz ölürük. Əslində olan isə bu təhlükənin sadəcə və sadəcə yanlış siqnal olmasıdır. Yəni bu siqnal yanlış bir siqnaldır. Bunu belə bir misalla izah edeyim. Düşünün ki, evdə oturmusunuz, binanızda bir yanğın siqnalı işə düşməyə başlayır və binada hamı işə düşür, hamı qışqırır, hamı dağıdır, bir yerə bir şeylər axtarırlar. Amma sonra məlum olur ki, bu siqnal yanlış bir siqnal idi və əslində heç nə yox imiş. Atakda da tam olaraq belə baş verir. Bu siqnal, beynimizə gələn siqnal sadəcə yanlış bir siqnaldır.